Kanadada hokey yaşam tərzidir. Minlərlə uşaq eyni xəyalı qurur. Hokey ulduzu olmaq. Amma dünyanın ən yaxşı hokey komandalarının siyahısına diqqətlə baxsanız, qəribə bir anormallıq görəcəksiniz. Bu oyunçuların 40%-i yanvar, fevral və ya mart ayında doğulub. Sentyabr, oktyabr, noyabrda doğulanlar isə yox dərəcəsindədir. Bu nədir? Astrologiya. Yanvar uşaqları genetik olaraq daha güclü doğulur. Təbii ki, xeyr. Sir çox sadədir. Qəbul tarixi. Kanadada uşaq liqaları üçün yaş hesablaması yanvarın 1-də başlayır. İndi 10 yaşlı 2 uşağı təsəvvür eləyin. Biri yanvarın 2-də doğulub, digəri isə dekabrın 31-də. Kağız üzərində ikisi də eyni yaşdadır. Amma bioloji olaraq yanvar uşağı dekabr uşağından tam 12 ay böyükdür. 10 yaşlı bir uşaq üçün 1 il fiziki inkişafda nəhəng fərq deməkdir. Yanvar uşağı daha sürətli və daha güclüdür. Məşqçi kənardan baxır və deyir, bax, bu uşaq istedadlıdır. Əslində isə o sadəcə daha yaşlıdır. Və burada Matvey effekti işə düşür. Seçilən uşaq elit komandaya götürülür. O ən yaxşı məşqçilərlə işləyir, 3 qat daha çox təcrübə qazanır. Dekabr uşağı isə kənarda qalır. 13-14 yaşına çatanda o ilkin saxta üstünlük artıq real istedada çevrilir. Çünki o daha çox məşq edib. Bir atalar sözündəki kimi, daş daşlığa yağar. Bu sadəcə idman deyil, məktəblərdə də eyni sistem işləyir. İlin əvvəlində doğulanlar dərslərdə daha ağıllı görünür. Onlar istedadlılar sinifinə düşür, özgüvənləri artır, sistemin qurbanı olan kiçiklər isə özlərini bacarıqsız sanır. Biz minlərlə potensial dahini, idmançını sadəcə səhv ayda doğulduqları üçün itiririk. Hər hamısı hokey yığması. Hamısı yanvar, fevral, mart. Təsadüf? Məncə yox. Sistem istedadı ölçmür. Sistem kimin inkişaf qrafikinin cədvələ uyğun gəldiyini ölçür. Bəlkə sən uğursuz deyilsən. Bəlkə sadəcə sənin yarışdığın sistem sənə görə dizayn edilməyib. Uğur təkcə sənin zəhmətin deyil. Uğur həm də nə vaxt və harada doğulmağındır. Bill Gates, Beatles, Rockefeller. Hekayələr fərqli olsa da, qanun eynidir. Zamanlama hər şeydir. Əgər noyabrda doğulmusansa, mənim kimi, bu o deməkdir ki, sənə çatmaq üçün 2 qat güc lazımdır. Dünyanı dəyişmək üçün əvvəlcə onun gizli qaydalarını anlamalısan. Matvey effektini unutma. Üstünlük yığılır. Balaca bir fərq uçuruma çevrilir. Bəs sənin doğum tarixin sənə kömək edib yoxsa mane olub? Rəylərdə yaz. Mühakimə kanalına abunə olun. Biz nağılları yox, reallığı araşdırırıq.